Hərdən istəyirəm dəyişəm, amma dəyişə bilmirəm. O məbləğ hələ də mənim evimdə necə veriblər o məbləğ qalıb orada. Nə qədər insan tanıyıram. Oturursan söhbət eləməyə, başlayır mən. Deyirsən ki, sən də mən kimi. O institutun ən gözəl oğlanı olub. Mən belə də bir qara bir qız idim. Görən kimi dedim ki, bu mənim olacaq. Mən Mehriban Alışova rəssam, Naim Naiboğlunun qonağıyam. Rəssam olmaq Mehriban Alışovanın hobbisidir, yoxsa? Deyərdim, rəssam olmaq özümü ifadəmdir. Hansı rəngdədir Mehriban xanımın ifadələri? Belə deyərdim, Mehriban xanımın ifadələri bütün rənglərdədir. Hökmran bir xanım obrazındasınız. Bilirsiniz, belə deyərdim, mənim üçün rəssam bu öz yerində Allahın verdiyi bir qismətdir. Amma mənim üçün xanım olmaq, özdə Azərbaycan xanımı olmaq mənim üçün bir, deyərdim ki, o qədər xoşbəxt insanam ki, məhz Azərbaycanda doğulmuşam və Azərbaycanlı xanımam. Və bunu daşımaq çox çətindir, doğrudan çətindir. Amma mən bunu çox vüqarla daşıyıram, çox sevgi ilə daşıyıram. Nə çətinlikləri var Mehriban xanım? Azərbaycan xanımı olmağın? Ümumiyyətlə, xanım adı, belə deyək də, onu bayaq dediyim kimi daşımaq çox çətindir. Çünki qarşındakı insanla söhbət belə eləyəndə, elə bir söhbət əsnasında elə bir yerə yönələ bilərsən ki, o sənin o danışığınmı deyim, hərəkətinmi deyim, o tərəfə dönə bilər və həmin o dediyimiz xanımlıq gedə bilər insandan. Ona görə çətindir. Qarşımızdakı cürəbəcür insanlar var. Xasiyyətləri cürəbəcürdür, insanlar cürəbəcürdür. Amma mən çox çalışıram ki, təmkinimi saxlayam, xanımlığımı qoruyam. Çox çalışıram. Sizi tanıyanlar bir cümlə ilə sizi ifadə edirlər. Mehriban Alışova pislik eləməyi bacarmır. İnansız Naim müəllim, deyirsiniz, biraz içdən kövrəlmə gəldi. Hərdən istəyirəm dəyişəm, amma dəyişə bilmirəm. Mən adicə belə deyək də, insanın səhvin belə insana deyə bilmirəm. Səhvin deyəndə də özümə əziyyət verirəm. Yəni, insanın qəlbinə dəyə bilmirəm. Amma biraz da deyim, biraz da elə bir xasiyyətim var ki, o həmin adam üstümə gələndə, Mehriban xanım tamam başqa Mehriban xanım olur. Hansı Mehriban xanım olur? O Mehriban xanım olur ki, Mehriban xanım özünü tanımır. Bu mənəmmi? Nə sizi dəyişdirə bilər? İnsanlarda nə görəndə dəyişib başqa bir Mehriban Alışova olursunuz? Yalançı insanlar. Çox üzr istəyirəm, 200'lü insanlar. Bilirsiniz necədir? Dözürəm, susuram. Üzümə baxa-baxa yalanlar deyir. Susuram, çox susuram. Amma yenə qəlbini qırmıram. İnsandır deyirəm, insandır, budur, doğuluşu budur. Budur, qəbul eləyirəm, qəbul eləyənəm, susanam, dözənəm. Çox olub yanımda da olub, illərlə olub yanımda. Amma elə bir an gəlir ki, daha dözmək olmur. Onda özü Mehriban, özünü tanımayan Mehriban. Maraqlıdır, Mehriban xanım öz əsərlərini heç satıbmı? Ümumiyyətlə, rəssamlıqdan pul qazanmısınız mı? Belə deyərdim, siz mənim elə yaralı yerimə toxundunuz. Deməli, mən rəssamlığa başlayanda pay verirdim, belə təzə-təzə. 1-2 il mən əsərlərimi bağışlamışam. Amma satmamışam. Satmaq söhbəti belə olmayıb. Yazıblar, istəyiblər. Mən demişəm, ümumiyyətlə elə söhbət yoxdur. Deməli, 2 il bundan qabaq Nail müəllim Bahar adlı böyük bir sərgi oldu.
Türk dünya rəssamları yığışmışdı ora, belə deyək də, toplum, böyük rəssamlar. Orada mənim 2 əsərim sərgiləndi. Bizim mələklərimiz Leyla xanım və Arzu xanım Əliyevalar biz sərgidən çıxandan sonra gəliblər, mənim əsərimi bəyəniblər və xəbər göndərdilər ki, biz bunu alırıq. Və mənə qiymət deyəndə təsəvvür edirsiniz mənim vəziyyətim. Mən hələ əsər satmamışam. Mən necə qiymət deyim özü də mələklərimizə. Mən qayıtdım, dedim, nə danışırsınız siz? Mən elə belə hədiyyə verirəm. Mən onu sata bilmərəm. Dedilər, yox. Məbləğ verdilər və o məbləğ Nail müəllim hələ də mənim evimdə, bax necə veriblər o məbləğ, qalıb orada. Ondan sonra mən başladım əsərlərimi satmağa. Elə bir mənə Allah Taaladan mesaj gəldi. Elə bir mənə dedi, bu qədər əziyyət çəkirsən, sən niyə satmırsan? Neçə əsəriniz var, əgər sir deyilsə? Çox. Çox əsərim var. Çoxdur. Daha çox nə çəkirsiniz? İndi hal-hazırda impressionizm üsulu ilə çəkirəm. Neçə yaşından çəkirsiniz? 52 yaşımdan 53 yaşına 1-2 ay arası var idi ki, mən başladım. Demək olar ki, 53 yaşında başlamışam. Mehriban xanım, hansısa bir işlə məşğul olmaq üçün bu yaş biraz gec deyilmi? Mənə sualları verirlər. Heç gec deyil. Mən deyərdim ki, ən doğru zamanıdır. İnsanın kamilləşən vaxtı 40-45 yaşdan sonradır. İnsan insanlarla ünsiyyət edə bilir. Kimlə necə danışmaq lazımdır və ailədə belə sənin problemin olmur. Qadına axı çətindir, kişi xeylağı baxma. Evdən çıxdı, hər bir iş gedir, görür. Qadın, ev, ailə, uşaq çətindir. Mən yaxşı ki, cavan vaxtımda heç bu sənətə yiyələnməmişəm. Bəlkə cavan vaxtımda yiyələnsəydim, mən Nail müəllimlə üzbəüz oturub bu cavabları verə bilməzdim. Niyə? Çünki mən biraz ailəyə çox bağlı xanımam. Mənim üçün ailə önəmlidir. O vaxtı, cavan vaxtı uşaqlar, ev, ailə, məktəb, uşaqların ailə qurmaqları, yer-bir, ora-bura, bunlar hamısı axı qadın çətindir. Bilirsiniz, ikisini seçəndə yenə elə bilirəm ki, nəsə itki olmalıdır burada. Bir qaynana kimi necədir Mehriban xanım? Mən həmişə deyirəm, gəlin ocağa düşəndə, ocaq onu gəlin belə deyə edər. Əsas ocaqdır, düşdüyü yerdir, düşdüyü mühitdir və düşdüyü o evdəki xanımdır. Əgər o xanım istəsə, o gəlini heç eləyər. Öz adımdan deyirəm, mən birinci övladımı düşünürəm ki, övladım rahat olsun. Çünki o onun balalarının anasıdır. Bu da mənim balamdır. Mən göz açandan görmüşəm ki, anam kürəkənlərə necə mehriban olub. Mən özüm hərdən belə yaxşı mənada paxıllıq eləyirdim ki, biz evə girəndə anam kürəkənləri belə yoldaşımı elə burada otur, orada otur, belə yemək, belə elə. Biz yox idik anam üçün. Ancaq kürəkənlər var idi. Mən onu götürmüşəm. Mənim evimə də kürəkən gələndə əlbəttə ki, mən kürəkənimi daha çox əzizləyirəm. Qızım mənimdir də. Oğlumla gəlinim evə girəndə gəlinimi daha çox əzizləyirəm. Oğlu mənimdir də. Qaynatalar özünüz bilirsiniz, həmişə ideal. Gəlin də sevir. Ümumiyyətlə qaynatalar mənim də, məsələn, mənim də qaynatam çox gözəl insan olur. Qısqanmırsınızmı? Həyat yoldaşınızı çox istəyirlər, gəlininiz və kürəkənləriniz. Uşaqlar, baba o qədər deyirlər, baba. Qısqanclıq hissi yoxdurmu sizdə? Siz hərdən belə gəlir mənə qısqanclıq, deyirəm, vay Allah, mən bunlardan ötürü bu qədər ölürəm, bu qədər bunları sığallayıram, bunlar elə baba dillərindən düşmür. Amma mənə elə gəlir ki, bilmirəm, mən də elə olmuşam. Bax, mənim özümdə atama, qaynatama bağlı olmuşam. Bilmirəm, məndə də bu hiss olur. Əgər sir deyilsə, necə tanış olmuşsunuz? Doğrudan da siz bugün gündəmi zəbt edən bir xanımsınız. Təşəkkür edirəm. Öz insanlığınızla,
öz mədəniyyətinizlə, insanlara olan münasibətinizlə doğrudan da sizi çox istəyirlər, Çox sizi sağ olun. izləyirlər. Mənə yazılan mesajlardan bunu bilirəm. Yəni bunu sizə xoş olsun deyə demirəm. Maraqlıdır. O üzdən sizin şəxsi həyatınızda. Nail müəllim, bir cümlə mən bu suala qayıdacağam. Bir cümlə mən sizə də deyim. Bunu özümə borc bilirəm. Niyə? Çünki bilirsiniz, mən sizi niyə çox istəyirəm, sizə dəyər verirəm. Sizlə söhbət eləyəndə siz heç vaxt mən özünüzü tərifləmirsiniz. Amma mən nə qədər insan tanıyıram, oturursan söhbət eləməyə, bir kəlmə deyən ki, başlayır mən. Deyirsən ki, sən də mən kimiyəm. Qaydaq dediniz ki, Necə tanış olmusunuz? necə tanış olmuşsunuz? Yəni sualdan qaçmayaq. Gəl qaçmayaq. Bir institutda oxumuşuq. Bir institutda oxumuşuq. O institutun ən gözəl oğlanı olub. 2-3 dənə oğlan var idisə, biri o idi. Mən belə də bir qara bir qız idim. Amma həyat elə gətirdi ki, bəyəndiyim insan, xoşuma gəldiyim insan məni sevdi. Görən kimi dedim ki, bu mənim olacaq. Açıq və səmimi cavab. Yanımda podruqam var idi. Bəlkə də görəcək. O Kanadada yaşayır. Təranatlı podruqam. Mən dedim, nə gözəl oğlandı o. Belə heç ağlımın ucundan getməz elə bir gözəl oğlan. Mən də bir qara qızam da. Gəlsin məni istəsin. Baxdım dedim, nə gözəl oğlan. O oğlan dedim mənim olacaq. Hər işdəmi belə idealısınız? İddialıyam. Hər dəfəmi peşman olmursunuz? Allahımdan o qədər razıyam. O qədər razıyam. Ürəyimdən nə keçibsə, onu Allah mənə verir. Yadıma düşür ki, mən deyirdim ki, mənim bir oğlum olsun, gözəl olsun. Məndə 2 qız, sonra oğlum olub. Mən baxırdım, 2 qızım var idi. Yadıma düşür, həyətdə baxırdım, oğlan uşaqları ora-bura qaçanda. Deyirdim, ay Allah, mən də bir oğul ver. Belə, amma gözəl olsun. Bilmirəm niyə. Gözəl nə barədə? Kişinin gözəlliyi yox, yaraşıqlı, atası kimi. Atası da belə yaraşıqlı kişi idi, cavan vaxtı, indi də gözəl, yaraşıqlıdır. Arzum var idi ki, onu demək istəyirəm ki, deyirdim ki, qaşları çatma olsun, o vaxtı belə deyirdim. Gözləri qar olsun, mənim dodağı belə olsun, hündürboy olsun. Gəldi, gözümün qabağına nə uşaq, oğlan uşaq istəmişdimsə, anadan olanda gördüm həmin oğlan uşağıdır. Böyük kəşkilər olubmu həyatınızda? Böyük kəşkilər olub, nə olmayıb ki? İnsan həyatıdır. Əgər sizdə isə nə ilə bağlıdır? Yenə də insanlarda mı? Yox, mən ümumiyyətlə insanlara o qədər normal yanaşıram ki. Çünki onların hərəsi bir ailədən, hərəsi bir ruhda böyüyüb, hərəsinin bir anası, atası, ailəsi. Mən heç vaxt insanlarda günah axtarmıram. Heç onları günahlandırmıram da. Budur da, bizə çalışıram insanı özü kimi qəbul eləyəm. Demirəm, o bayaq dedimi, elə vəziyyətlər olur ki, döz. Amma indi mən bilirsiniz necə qərara gəlmişəm. Uzaqlaşmaq. Baxırsan ki, bu gedəcək ona da həmin o mehriban, yenə o tanımadığım mehriban çıxacaq içimdən. Mən həmin adamdan tez uzaqlaşıram. Haqqınızda kitab yazıblar. Taliyə xətti. Bəli. İlkdir. Elektron versiya ilədir. Solmaz Amanova İrs Mədəniyyət Mərkəzinin müdirəsidir. Sadəcə mənim sərgimə gəlmişdi. Sərgidə baxdı, dedi, Mehriban xanım, nə gözəl əsərlər. Bunları mən şeir yazacağam. Mütləq şeir yazacağam və bizim kitabımız olacaq. Dedim, çox gözəl. Və biz başladıq işləməyə. Hər əsəri özdə xanım o qədər sinə dəftərdir ki, baxan kimi gəlir, şeir gəlir. Dedi, yox Mehriban xanım, mən bunları əbədiləşdirməliyəm. Mütləq kitab yazmalıyam. Və yazdı da, işığızı gördü də və Expo mərkəzdə açılışımız da oldu. Bu yaxınlarda bir post çıxdı qarşıma. Mehriban Alışova
şəhid övladlarına öz əsərlərini hədiyyə etdi. Bəli, öz əllərimlə, öz alın tərimlə 51 əsəri çəkdiniz. 51 əsəri, bəli. Deməli o flüt əsərlərini işləyəndə hardasa bir 10 neçəsini işləmişdim. Birdən mənim beynimə gəldi ki, ağlıma elə bir Allah Taala mənə elə bir dedi ki, mən hərdən onu hiss eləyirəm özümdə doğrudan. Bunları işlə şəhid ailələrinə hədiyyə ver. Və mən dedim, evdə də dedim yoldaşıma ki, mən bunlardan 44 əsər işləyəcəm. Mən bunları Zəfər bayramının 5 illiyinə çatdıracağam. Və 44 əsəri mən çatdırdım. Hardasa 2 il ərzində, il yarım 2 il ərzində bitirdim və müraciət elədim Bakı şəhər Mədəniyyət Baş İdarəsinə. Böyük məmnuniyyətlə qəbul elədilər. 44 yox, 51 niyə deyim? Bir həftə qalmış mənə zəng vurdular ki, Mehriban xanım, belə bir bizdə anlaşılmazlıq yaranıb. 44 yox, çünki rənglərin 44 çaları idi sərgimin adı. 51 şəhid ailəsi olacaq. Necə eləyək biz bunu? Nətər onlara yox deyək? Dedim, yox demək olar onlara. Ev yoxdur. Mən gecəmi gündüzümə qatıb mən onu işləyəcəyəm. Mən gecəmi gündüzə qatıb 7 əsəri də işlədim, çatdırdım həmin günə. Bir həftə qalmışdı, 7-8 gün belə qalmışdı belə. Və 51 şəhid ailəsinə əsərlərimi bağışladım. Bu da rəssamlar ailəsində ilkdir. Mən deyərəm, bəlkə dünyada ilkdir. Araşdırma aparın, yoxdur belə bir. Sevirsinizmi ilkləri? O qədər sevirəm ilkləri. Mən deyiləm. O qədər sevirəm ilkləri. Bu arada xatırladım ki, bizim dəstəkçimiz Rosk Azərbaycan məhsullarıdır. Ümumiyyətlə, istifadə eləmisinizmi heç? Etmişik, bəli. Bəyənmisinizmi Roskanı? Bunlar iyi gələndə çalışıram ki, dükana gedəndə oraya yaxınlaşmayayım. Çünki o qədər sevirəm. Bir də görürsünüz ki, nəysə yoldaşımın mənə yazığı gəlir, bir də görürsə alır gətirir, ay yazıqsan, ay arvad, yeginən bu nədir özünə zülm eləyirsən. Deyirəm ki, ona görə yox, almada nə olar, almada. Bax indi mən onu bax 2 günə bitirəcəyəm onu. Təşəkkür edirik Rosk Azərbaycana. Rosko, indi yalnız halal. Elə bir sual var idi ki, Mehriban xanım gözləyirdi, amma mən onu vermədim. Yox, verilişin vaxtını bilmirəm. Amma biz 2 saatda otursaq, Nail müəllim, 3 saatda otursaq, sizin söhbətinizdə mən doymaram. Təşəkkür edirik. Mən sizə təşəkkür edirəm. Çox sağ olun.